Neçər olduğu kimi elə bu gün də səhər tezən məni yuxudan yeznə oyatdı. Səhər zəng vurdu ki, bir bacına dəy. Bacına dəy də o deməkdir ki, yaxşı meyvə bazarlığı elə, yolla bacına. Mən bu yay qarpız yeməmişəm deyib hələ mənə bir eşitdirdilər. Bazarlıq eləyib bacım bilə göndərdim, amma yolda mənə Yeznə bir də zəng vurdu. Zəngdən məlum oldu ki, Yeznə məndən görüşmək istəyir. Dedim, mən bölgələrimizə Roskonun məhsullarını aparam, tez çıx yolun qırağına səni götürüm. Elə bir Yeznəni götürmüşdüm, maşına oturan ki, məlum oldu ki, Yeznəyə iş lazım. Dedi, nə iş olsun, mənə iş tab işləyəcəm. Dedim, işləyənsənsə, gəl oturun mənlə bir yerdə, gedək bölgələrdə Roskonun məhsullarını paylayaq. Formanı həvəsən əyninə keçirdi, belə yola düzəlmişdik ki, dedi ki, ajinlər ölən mənə yemək al. Nəysə, mən də Yeznə dedi, Yeznədən keçənmədim. Başım vallahi gələ gözüm qabanıb. Yolun qırağında bir dönər, bir ayranı verdim Yeznəyə. Amma dedim ki, Yeznə, mən neçə də bu yollardayam, yolda ayran məsləhətdir. Dedə, nə danışsan, dönərinki ayran deyə. Nəysə, qardaş, Yeznəyə baş sala bilmədim. Bu ayranı içib dönəri yedim, bunu bir yuxu tutdu, bu bir yatmaq yatdı. Elə təzə yatmışdı, yuxudan dik atıldı. Dedi, maşın çək qırağı. Dedi, mən nə olub? Dedi, ayran. Ayran öz işini görür. Maşını təyə çəkmişdim yolun qırağından. Yeznə maşından bir tullandı. Özünü güclə çatdırdı korluğun dibinə. Nəysə qardaş, biz zülümlə yola düzəldik. Yolda da Yeznənin biri-birindən duzsuz mahnılarla qulaq asa gedirdik ki, birdən mənə ki, ver mən də sürüm. Nəysə maşını verdim buna sürməyə. Elə tez sürmüşdü ki, karıbkanı dağıtdı. Karıbkanın qarşısına görə bunu möhkəm danladım. Yeznəni danlamaq olur, məndən küstü. Aynı yol boyu bunun körlə ala bilmirəm. İnandırım sizi, düz gəncəyə kimi mən buna yalvarmışam, bu mənə naz eləyib. Mən buna yalvarmışam, bu mənə naz eləyib.